Məmmədov Amin Mərdanoğlu. Azərbaycan Dövlət İqtisad Universitetidir. Maliyyə Kredit fakültəsində oxumuşam. İnstitut qurtardıqdan sonra hərbi xidmətdə olmuşam 2008-dən 2009-a kimi. Özüm dövlət idarəsində işləmişəm. Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və bir müddət sonra da TK-nın rəsmi səhifəsinə daxil oldum. Orada Dövlət Məşğulluq Agentliyi vasitəsilə birgə yaradılmış bu həmən sığorta agentliyi barədə kurslarla tanış oldum və ondan sonra müraciət elədim, qeydə alındım orada, sağ olsunlar, dəvət elədilər və həmən müddətdən də təlim kurslarında oldum. Peşə kursunu bitirəndən sonra Dövlət Məşğulluq Agentliyinin və UTK şirkətinin vasitəsilə həmən peşə kursunda olduğum Mega Həyat Sığorta şirkətində işlə təmin olundum. Təlimçilərimizin peşəkarlığı, onların səmimiyyəti, xoş belə rəftarları çox xoşuma gəldi və bu sahəyə mənim marağımı daha da artırdı və burada işlə təmin olunmağıma qərar verdim və sağ olsunlar ki, işlə də təmin elədilər. Tövsiyəm odur ki, Dövlət Məşğulluq Agentliyinin vasitəsilə yaradılmış həmən bu təlim kurslarında maraqlansınlar və bu sahədə özlərini görürlərsə, buyurub müraciət edib bu kurslarda iştirak edə bilərlər və ondan sonra da işlə təmin oluna bilərlər.